De ki, o Allah təkdir. Allah möhtac deyildir. O nə doğub, nə doğulub. Onun bənzəri də yoxdur. Allah, ondan başqa ibadətə layiq olan məbud yoxdur. Əbədi yaşayandır. Bütün yaratdıqlarının qəyyumudur. Onun nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa ona məxsusdur. Onun izni olmadan, onun yanında kim havadarlıq eləyə bilər? O məxluqatın gələcəyini və keçmişini bilir. Onlar onun elmindən, onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq ona ağır gəlmir. O ucadır, uludur. O özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı bilən Allahdır. O mərhəmətlidir, rəhimlidir. O özündən başqa heç bir məbud olmayan, hökmran, müqəddəs, pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, qüdrətli, qadir, məğrur Allahdır. Allah onların ona şərik qoşduqlarından ucadır. O xaliq, yoxdan yaradan, surət verən Allahdır. Ən gözəl adlar yalnız ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı onun şəninə təriflər deyir. O qüdrətlidir, müdrikdir. O göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi o xəlq etmişdir. O hər şeyi bilir. Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin yaradıcısı Allahdır. Elə isə ona ibadət edin. O hər şeyi qoruyandır. Gözlər onu dərk etmir. O isə gözləri dərk edir. O lətifdir. Hər şeydən xəbərdardır.